Dənizin dərinliklərində bir şəhər yatır. Bir zamanlar Misirin ən zəngin limanı olan Heraklion indi sular altında qalmış 1000 illik sükutun içində gizlənir. Heraklion qədim Misirin Aralıq dənizinə açılan ən mühüm limanı idi. Buradan siyasət, ticarət və mədəniyyət idarə olunurdu. Misirlilər buranı dənizdən gələn tanrıların şəhəri adlandırırdı. Eradan əvvəl 2-ci əsrdə güclü zəlzələ və torpaq sürüşməsi nəticəsində Heraklion bir neçə saat ərzində dəniz tərəfindən uduldu. Evlər, məbədlər, heykəllər, hər şey dərinliklərə çökməyə başladı. Şəhər 1200 il unuduldu. Ta ki 2000-ci ildə arxeoloq Frank Goddio dərinlikdə nəhəng heykəllər və məbədlərlə dolu bir dünya kəşf edənə qədər. Dəniz qadını heykəli, Apis öküzü, Heraklın nəhəng heykəlləri və qızıl sikkələr bu şəhərin bir zamanlar necə mürəkkəb mədəniyyətə sahib olduğunu göstərir. Heraklion bizə göstərir ki, ən zəngin şəhərlər belə zamanın, təbiətin və taleyin qarşısında gücsüzdür. Amma tarix onları daima geri çağırır.